Vallahi hər kəsin öz, mən onun içinə qarışmıram. Mənim o babaş öz bilər, hər kəsin öz şəxsi fikri, öz şəxsi həyatı var. Onun mənə adiyyəti yoxdur. Mən qorxub eləmirəm. Salam, sən necəsən ürəyim qurban? Söz elə şeydir ki, danışırsan, özün öz içini ifadə edirsən ki, bax mən buyam. Allah cəza verməkdə tələsməz, amma verəcək hər kəsin cəzasını. Allah bilsən insana niyə tez cəza vermir? Allah insana tez cəza versədir, yer üzündə bir nəfər qalmazdı. Ona möhlət verir. Görürsən, çox el adam var, 200 il yaşayır. Allah verir ki, bəlkə hidayət oluna, bəlkə bir düz yola gələ, bəlkə peşman ola, elədiyi şeydən tövbə eləyə. İnsan da o qədər adam mənim haqqımda danışıb gəlir, sonra məndən üzr istəyir. Halallıq da vermişəm. Hamımız insanı, hamımız hisslərəm, mən də ağzımdan nəsə söz qaçırtaram, nəsə xoşa gəlməz bir söz deyərəm. Olmaz. Bizdən gedən, sən Allah haqqını halal elə. Halallıq gözəl şeydir. O tərəfə saxladığınız üçün pis olacaq. Pis şeylər mənlik deyil, əzizim. Çox sağ ol, ürəyim. Babaş evdədir qadınam. Çox sağ ol qadınam, cibim dolu olsun. Kimsə mənə pul atdı, cibim dolu olsun, ha ürəyim. Allah min əvəzini versin. Mənim də niyə işlərimi yaxşı, iş yerim bağlanıqdan, həqiqətən iş yoxdur, nağarım mən. Sağ ol, kral, sən necəsən? Emil, çox sağ ol, ürəyim, öpürəm səni. Yadında saxla, kimisə qəlbinə dəyirsənsə, Allah, kimisə qəlbinə dəyirsənsə, yəni Allah elə şeyi götürmür. Allah o tək məzlumun, heç kimi olmayanın yanındadır, yadında saxla. Görsən, hamı düşür babaşın üstünə, amma gücdən Allah onu qaldırır. Allah gülməyə gəlir, deyir, bunlar kimdir ki, mən bunun sevgisini insanların qəlbinə salam, mən bunları yendirmək istəyən bunlar. Bilmirsiniz ki, Allah hər şeyə qadirdir. Allah'ın da olsun, Allah deyirəm buna, bunu qaldıran mən, bunlar da yendirmək istəyən, kimsən onu yendirəsən? Qaldıran da Allah'dır, yendiren de Allah'dır. Bildin?